ruhun şad olsun. Əziz qardaşım. Sən Azərbaycan xalqını yox, Türk dünyasının iftixar duyduğu mahir kəşfiyyatçılardan birisən. Sənin şəhadətin hamının qəlbində dərin iz bıraxdı. Amma əməllərin həmişə yaşayır. İnşallah sənin keçdiyin o hərbimizə verdiyin xidmətlər dərslik kitablarına salınacaq. Gələcəkdə uşaqlar, şagirdlər sənin haqqında oxuyacaqlar. Sən bizim gördüyümüz canlı tarixeysən, amma gələcək sənə əfsanə deyəcək. Ona görə ki, sən və sənin kimi vətənsevər insanlar həmişə yaşayacaqsınız. Sənin haqqında filmlər çəkiləcək, sənin haqqında əsərlər yazılacaq. Sən həyatdan qəlblərə, kitablara, mətbuata köçkün xanım, ruhun qarşısında baş əyəcək. Bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirik. Allah Teala siz şəhidləri bizim şəfaətçimiz eləsin. Sənin şəxsində bütün şəhidlərə ruhu şad olsun. Qazilərimizə şəfa versin. Dövlətimizi və dövlətçiliyimizi qorusun. Sizin sayənizdə Azərbaycan xalqı bu günlərdə acı içində bir sevinç yaşayır. Və sizin iştirak edədiyiniz bu qanlı döyüşlər bizi zəfərə çatdırır. Biz əvvəllər ayrı-ayrı rayonların işğal günü yana-yana qeyd edirdik. Amma bu günləri Azərbaycan xalqının vahid bir bayramı var, zəfər bayramı. Azərbaycan xalqı bir dəmir yumruqda birləşdi. Xalq, ordu və ali baş komandan bütün torpaqlarımızı işğaldan azad elədi. Sizin əməlləriniz tarixdən tarixə, əbədiyyətdən ədəbiyyata keçəcək. Allah sənə rəhmət eləsin. Allah rəhmət. Sənin şəhidlərimizə rəhmət eləsin. Bu nə faciədir, bu nə xəbərdir. Bu xəbər hamının qəddinə idi. Azad vətənimdə minəyə düşdüm. Açılan qəlblər dizlərə dəydi. Sən nə qəribəsən ey fani dünya. Tarix yaradanlar tarix olurlar. 30 il döyüşüb torpaq alanlar düşmən heyləsinə qurban olurlar. Doğulun adını Səyyaf qoydular. Səyyafın içindən xanı doğuldu. Ağlaya ağlaya nəsə yazırdım. Sənli xatirələr məni buldu. O vaxt döyüşlərdə yaralanmışdım. Bir yiğit səngərdən səni çıxardı.